Novruz keçmişimizdən bugünə qədər gəlib çatan yazın gəlişini müjdələyən bayramdır. Adət-ənənəyə uyğun olaraq bu günlərdə bütün evlərdə süfrələr dadlı təamlar, ləziz bayram şirniyyatları ilə bəzədilir. Lakin çeşidin çox olması düzgün qida balansını pozur. Bu da nəticədə orqanizmdə ciddi problemlərə yol açır. Bundan başqa qidanın, hətta mayenin belə miqdarına diqqət yetirmək mütləqdir. Məsələn, Novruz süfrələrini və xonçalarını çərəzlər olmadan təsəvvür etmək çətindir. Bu çərəzlər əvvəlcə yaxşı yuyulmalı, sonra masaya qoyulmalıdır. Gün ərzində bir ovucdan artıq qəbul etmək isə zərərlidir. Gün ərzində az-az, kiçik porsiyalarla qida istehlakı tövsiyə olunur və zülal, yağ, karbohidrat, lif tərkibli qida məhsullarının gündəlik balanslaşdırılmış miqdarda qəbuluna diqqət etmək lazımdır. Ümumiyyətlə, bayram günlərində bol tərəvəzli yeməklərə, salatlara üstünlük verilməsi tövsiyə olunur. Çünki ağır yağlı yeməklərdən sonra həzm prosesini asanlaşdırmaq üçün xüsusilə də tərəvəzlərdən hazırlanmış salatlara üstünlük verilməlidir. Məlumdur ki, tərəvəzlərin tərkibində lif var. Lif isə həzm prosesi, xüsusilə də bağırsaqların funksiyasına müsbət təsir göstərir. Bayram süfrələri adətən axşamlar açılır. Nəzərə alsaq ki, bu ilki bayram həm də Ramazan ayına təsadüf edir. Bu da əksər ailələrin məhz iftar saatında süfrə ətrafına toplaşacağından xəbər verir. Belə gec saatlarda qəbul edilən qidaların isə həzm prosesi nisbətən çətin və gec olur. Buna görə də daha yüngül qidalara üstünlük vermək və yeməkdən sonra təmiz havada ən azı 1 saat gəzmək məsləhət görülür. Salatin Pirmuradova, Zahar Haşimov, Telesəhər.